Hörmətli Azərbaycan xalqı, Azərbaycan ictimaiyyəti. 2 gün bundan əvvəl 7 iyunda Zərdab rayonunda qanunsuz tiplər haqqında orada mətbuata qeyri-qanuni məlumat verilmiş. Mərdan Camolov bizim yerlimiz Zərdab rayon icra başçısı səhər tezdən ARV kanalına çıxdı birbaşa. Ləzzət elədi mənə. Eşq olsun cənab prezidentimiz İlham Əliyev. 20 ildir Mərdan Camolov icra başçıdır. Çox mənə ləzzət elədi o ki, nifrət. Mən heç vaxt bir 67 yaşım var, mən icra başçının birbaşa səhər tezdən nifrət çıxmağını görməmişəm. Amma özünü gizlədim. O icra hakimiyyətində mavinlər, zatlar kimləri veriblər qabağa. Bu şəxsən ki özü çıxdı. Çünki alnı açıq, sözündə bütöv, cənab prezidentə sədaqətlə xidmət edən kişidir. 15 il bizim rayon şəhərində icra başçısı olub. Mən sözü həqiqətə deyənədə, mən ondan heç bir başqa bir mənbəyə heç bir ehtiyacım yoxdur. Hamı da bilir, özü də bilir ki, mən heç vaxt 15 il burada olub, mən sözümü deyən kişiyəm. Negativ alanında da demişəm, budur. ARV kanalında qayıdıram o məsələyə, efirə çıxıb, orada aparıcılarla o səmimi söhbət, fakt, qeyri-formal fakta məsələsi şər-böhtan atıblar. Görürsən, heç kimin də cürəti çaçıb efirə çıxa bilməz. İcra başçıları, o komfortda maşında gəzməklə döyür, bəzəkli maşınlarda. Budur sadəlik, budur onun savadlığı, təcrübəsi, dövlətçiyə xidmət, çəkinmədən prezidentə arxandır. Bilir, prezident də deyil, mən xalqın xidmətçiyəm. Bu kişi də xalqın xidmətçidir. Bax, ona görə mən haray səsimi qaldırmalıyam. Orada qanunsuz faktlar suda yetirdi. Orada Fövqəladə Hallar Nazirliyi içi gedib yoxlayıb. Bütün o polis gedib yoxlayıb. Qanunsuz olub, qanunsuz da suda yetirildi. Ona görə eşq olsun Mərdan Camolova, eşq olsun cənab prezidentimiz İlham Əliyevə. Mən deyil, xalqın xidmətçiyəm. Bunu təkrar, heç sıva, ölüncə bunu deyəcəm. Mən xalqımın xidmətçiyəm. Bax, xalqın xidmətçisi də bir də Mərdan Camolovdur. Allah onu var eləsin. Şirvanlıların sevimlisidir bu kişi. Biz Şirvanlılar bu kişiyə böyük hörmət ehtiyacımız var. Öz bu savadı ilə, qabiliyyəti ilə, hünərliyi ilə, cömərd ürəkli. Görürsən, kişi yana çıxdı, icra başçıdır. Fərq eləməz deyil, bu Gəncənin icra başçısı, nə bilim, Lənkəranın icra başçısı, bu başçıdır. Cənab prezident onu təyin edir. Onu fərq eləməz. Zərdabın olsun, ya Samuxun olsun, Oğuzun olsun, oran bura olsun. Bu kişi bir dənə yeganə bunu gördü. Kişi kimi çıxdı meydana, sübut elədi ki, yalan, şantaj, böhtandır. Bütün Azərbaycan xalqı 10 milyonda gördü. Cənab prezident həmişə o sözü belə bunları təyin eləyəndə də deyir ki, get xalqa xidmət elə. Allah açıq kişi yanar. Bu kişi nümunəvi kişidir, təkrar deyəcəm. Hamı bilir ki, mən o kişilərdən döyürəm. Öz haqqımı, öz çörəyimi yiyən kişiyəm. Heç kimə də baş əyən kişi olmamışam. Hamı da bilir, nə qədər başçılarla işləmişəm də görür. Sözümü deyənəm, öz halal zəhmətimlə yaşamışam. Qatı idarçıyam, 91-ci ildən Ulu Öndərin ideyaları yaşayıb. Bunu mən vicdanımın səsi ayırtdı. O ARB-də bunun çıxışı bu kişinin eşq olsun deyirəm, Mərdan Camolov, halal olsun sənə. Allah sənə ömür versin, can sağlığı versin. Bu kişiyə halal olsun. Mən bunu gənə deyirəm. Qatı idarçı olaraq el oğlum kimi bu efirə ARB-yə çıxır deməyi mənə ləzzət elədi. Elə bir uçdu göylərdə, kişi sübut elədi. Faktı deyildi, əsaslandırdı, faktla. Faktla olan yerdə heç kimi söylənmir. Eşq olsun Mərdan Camolov, eşq olsun cənab prezidentə. Var olsun, eşq olsun. Təkrar. Qadasını alaram cənab prezidenti. Mərdan Camolov kimi insanlar rayonlara rəhbərdir, sağ olsun, əla. Bundan nümunə götürsünlər. Bu kişidən nümunə, bax bu yadımdan çıxıb o deyil. İcra başçıları nümunə götürür bu kişidən. Bax, hamısını tanıyıram. Reklam kartının adlarını çəkmirəm, mən adlarını da çəkərəm. Eşq olsun bu kişiyə. Mərdan Camolov, eşq olsun sənə, cənab prezidentin qadasını alaram. Var olsun. Əla, çox sağ olun.